Özbekistanın yazar və jurnalistlərindən ibarət nümayəndə heyəti Alıxanlı kəndində olublar. Onların səfəri Özbekistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatı dəstəyi ilə baş tutub. Xarici jurnalistlər və yazarlar əvvəlcə 2 yaşlı Zəhranın qəbrini ziyarət edib, dualar oxuyublar. Osurun əsas məqsədi budur ki, dünyanın dört bir yanında olan jurnalist həmkarlarımız, bizim obyektiv yazarlarımız bu yerlərə səfər etsinlər. Obyektiv reallığı öz gözləri ilə görsünlər. Gəldilər, gördülər ki, burada insanlar əkin biçinlə məşğuldular. Baxmayaraq ki, təmas xəttinə yaxın bir yerdə, qorxu altında yaşayırlar. Bu adamların heç biri güllə atmağa, top tüfənglə silahlanmağa meyilli insanlar deyirlər. Bunlar öz güzaranını, gününü quran insanlardılar. Və nə qədər bura təmas xəttindən uzaqda yerləşir. Yəni əslində qalanda şöhrət, bu bombanı o tərəfdən bu sivil insanların başına yağdırırlar. Bir məqsəd var ki, bu insanlar buradan qorxu yaransın və bu insanlar buradan köç etsinlər, yurt yuvasını dəyişsinlər. Amma bu da olan deyil. Artıq Azərbaycan insanı artıq öz ayağı üstündə dayanır və işğalçı dövlətin insanları da, ordusu da fərqindədir ki, bugün sabah Azərbaycan dövləti, Azərbaycan cəmiyyəsi, Azərbaycan insanı öz yurduna, yuvasına qayıdacaq. Daha sonra isə hadisənin baş verdiyi əraziyə baxış keçiriblər. Burada kənd sakinlər və Quliyevlər ailəsi ilə görüşən qonaqlara Cəbhə kəndindəki vəziyyətlə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, erməni hərbiçiləri kəndi tez-tez atəşə tutaraq sakinləri qorxutmaq istəyir. Ancaq yerli əhali Azərbaycan ordusuna güvənir. 1988 yılda başlangan mana shu Toliy Qorabog' mojarosi uzoq yillardan beri shu mintaqada o'sha keskinlik o'chog'ini bir yaratdi deyishim mumkin. Eng yomoni shu mojaro tufayli 1 milliondan oshiq ozarbayjonliklar o'zini vatanida bevatan bo'lib yashamoqda. Bundan tashqari shu Toliy Qorabog'dan tashqari yana Ozarbayjonning 7 ta tumani, ya'ni Ozarbayjon hududining 20% hozir Armaniston nazorati ostida. Mana bunday xunrezliklar albatta o'sha tinch aholini qo'rqitishga, ular orasida vahimani urug'ini sochish, o'sha o'z yurtiga shu qaytib kelmaslik maqsadida bir uyushtirilayotgan bir provokatsion harakat deb baholayman bu harakatni. Azerbaycan'ın medeniyetini, tarihini Özbekistan'a çattırmak, tanıtmak için niyette geldik. Ama böyle bir facia olmuş yer. Buradan nice geçebiliriz biz? Biz dedik müəllimən iltimas ettik, gidelim bir ziyaret edelim bir şahidimizi, bir başsağlığı dileyelim. Onun için Azerbaycanlı dostlarımın hamısına ben dilerim, Azerbaycan halkına dileyeceğim, başınız sağ olsun dostlar. Bala ölmesi, uşağın bu dünyadan gitmesi, vaktsiz gitmesi bu büyük bir faciadır. Bu bizim de faciam. Bizim de balalarımız var, bizim de nevelerimiz var. Biz istiyoruz ki balalarımız baxtlı olsun, dinçlikte yaşasın. Yani okullara gitsin, yani vatanına, milletine hayırlı ferzentler, balalar olarak geçsin. Ama ne yapalım? Ganim var, düşman var. Böyle şeyler, böyle vakalar oluyor. Ya bu çok üzücü vakya. Ama ben isterdim ki Azerbaycan halkı bunu bizden bir gönüllü olarak qardaşının bir başsağlığını kabul et. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Özbekistanın tanınmış yazarı, jurnalisti, aparıcı dərəxçi xəbər saytının baş redaktoru Rüstəm Cabbarov, Özbekistan Today İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Dilbar Babacanova, ən çox oxunan Kun-Uz xəbər saytının jurnalisti Lola Rahmanbayeva, Özbekistanın aparıcı News-Uz xəbər saytının baş redaktoru Şuhrat Şon Oripov, Kulutra Uz saytının baş redaktoru
Boris Babayev, Özbəkistan Dövlət Televiziyasının jurnalisti Elmira Tuxtavatulina, Özbəkistanın 102 FM radiosunun jurnalisti, xəbər saytları müxbiri Rimma Sabircanova, Özbəkistanın Ailəvi kanalının jurnalisti Gülya Safayeva, o cümlədən tarixçi alim Şuhrat Salamov, Özbək şairə, yazıcı Şəhla Qasımova və Özbəkistanın çoxsaylı aparıcı xəbər saytlarının şərhçisi Abduvali Soyubnazarov daxildir. Jalə Bayramlı, Şamxal Adıgözəlov, Səs TV, Cəbrayıl. Передвигающий регион